Dostlar, kürə məndən bezdi, mən kürədən bezmədim. Alındı axır ki, amma bir məsələ var. Çörəyin üzü qızardı. Amma mən bir dənə səhv eləmişdim ki, külü hamısını burada saxlamışdım. Külü indi geri itələdim. Ona görə də bir dənə əlavə dəmir gətirdim ki, çörəyin altı çox yanmasın. Bax, üzü qızarır. Artıq çörək pişib, qəşəngdir. İndi yavaş-yavaş da pişirə-pişirə təcrübə lazımdır. Axır ki, istədiyim kimi çörək alınacaq. Biraz üzəri üfürdüm, kül oldu. Çox qəşəng alınır. Dayan çəkin, baxın. O biri videonu tam çəkə bilmədim. Əlimdə idi, getdi, yükləndi. Bax, qəşəngdir, əla. Əla alınır. Bir dənə də qız gəlmişdi bizə. Dedi ki, bax, bu aşağı hissə var ha, bu çala hissə. Orada sarı torpaqla hör. Çox aşağıdır deyir. Ona görə də sənin çörəyin tam istədiyin kimi qızarmır. Üzərini şüşə elədik. Bax, bax, bu kərpic hissəsini. Qəşəng alınır. Sadəcə külü arxaya itələdim. Çünki buradan çörəyi yandırırdı. Əladır. Biraz da pişsin. Əslində bu çörək pişib. Yaxşıdır. Tam xına kimi qızarmasa da əladır. Pişirir üzərinə. Ta çevirmə. Bir dənə maşallah yazın. Bərəkətli olsun yazın. Çörəyin gözəlliyinə baxın. Maşallah. Biraz üzü tam qızarmayıb, amma yenə də pişib.